oturub kədərli-kədərli fikirləşirsən, incimisiz fikirləşirsən ki, tamamdır, yoxsa davamdır, münasibətiniz bərpa olacaqmı, barışıq olacaqmı, yoxsa artıq bitdi, getdimi hər bir şey? Gəl buna baxaq. Hazırda fikrindəki insan özü hansı enerjidədir? Sənə qarşı hansı enerjidədir? Gəl baxaq, hazırda münasibətinizlə əlaqədar nə qərar veribdir? Özü hansı enerjidədir? Özü bu dəqiqə özünü zəif hiss edir, gücsüz hiss edir. Belə deyim də, ölçüb biçir bu dəqiqə münasibətinizlə əlaqədar, ədalət axtarırmı deyim, ya ədalətsizlik yaşadığını mı deyim, belə deyim, münasibətinizlə əlaqədar, yəni bu dəqiqə oturub hər bir şeyi detallı şəkildə fikirləşir. Tutaq ki, keçmişdə necə olmuşsunuz, münasibətiniz necə oldu, hər bir şey. Bu dəqiqə yəni fikrini yayındırmaq üçün işə yönəlmək istəyir, ancaq daha çox münasibətinizi, ilişkinizi fikirləşir. Sənə qarşı hansı enerjidədir? Mən sənə deyim ki, sənə qarşı həm addım atmaq istəyir, həm özünü geri çəkir. Məsələ budur. Yəni, fikirləşir, addım atmalıyam, addım atmaq istəyirəm, əslində deyəcək sözləri var, amma zamana buraxıb da hər şeyi ki, hələ biraz zaman. Gəl baxaq, münasibətinizlə əlaqədar nə qərar veribdir? Hazırda bir qərar verməyibdir. Hazırda sadəcə ölçür biçir. Yəni, bitirəkmi, bitirməyəkmi, davam eləyəkmi, eləməyəkmi öz beynində hələ ki ölçür biçir. Özünü uzaqlaşmış kimi göstərir, hər şey bitmiş kimi göstərir, amma beynində hələ ki tam bitirmədiyini görürük burada. Sadəcə elə göstərmək istəyir özünü. Sanki zaman axtarır ki, belə deyim, qərar versin. Gəl baxaq. Münasibətinizi davam etmək istəyirmi? Münasibətinizi bərpa etmək istəyirmi? Gəl belə baxaq. Birinci belə baxaq. Münasibətinizin bərpa olmağını istəyirmi? Bərpa etmək istəyirmi ilə bərpa olmasını istəyirmi arasında fərq var. Bərpa etmək istəyirmi, özü addım atmaq istəyirsə odur. Bərpa olmağını istəyirmi? Yəni özü istəyirmi ki, görəsən əvvəlki kimi olsun münasibətimiz falan. Gəl belə baxaq. İstəyirmi münasibətiniz bərpa olsun? İstəyir ki, münasibətiniz əvvəlki kimi bərpa olsun, düzəlsin, daha belə mehribançılıq olsun aranızda, hər şey əvvəlki kimi olsun, amma bir tərəfdən də fikirləşir ki, mən atmadan addım olsun. Okey, münasibəti bərpa etmək üçün özü addım atmaq istəyirmi? Bəs, bərpa etmək üçün münasibəti özü addım atmaq istəyirmi? Özü sənə addım atmaq istəyirmi münasibətinizi bərpa etmək üçün? Qarışıqdır fikirləri, özü addım atmaq istəmir. Çünki belə deyim də, daha çox bu dəqiqə özünü məsafəli göstərməyə çalışır. Çünki burada bir addım istəyi görmürəm. Bəs sənin addım atmağını istəyirmi? Gəl belə baxaq. Kartımız da atıldı, düşdü bir kənara. Sənin addım atmağını istəyirmi? Gəl buna baxaq, görək səndən addım gözləyirmi? Sənin addım atmağını istəyirmi barışıq üçün, bərpa eləmək üçün münasibətimizi? Səndən hansısa bir çabalar, hansısa bir cəhdlər gözləyir. Ən azından, məsələn, görsün ki, sən də onu kimi narahatsan, sən də onu kimi cəhd eləyirsən. Bax, belə bir şeylər gözləyir əslində. Hətta ondan bundan soruşa da bilər ki, görəsən o da istəyirmi, görəsən o addım atacaqmı? Bax, belə bir şeylər var. Gəl baxaq, niyə özü addım atmır? Nə üçün addım atmır? Münasibətinizi bərpa etmək üçün, barışmaq üçün nə üçün addım atmır? Niyə addım atmır? Özünü güclü göstərmək istəyir, özünü haqlı göstərmək istəyir, özünü incik göstərmək istəyir. Sanki yenə də səndən addım gözləyir. Daha çox səndən, yəni düşünür ki, mən addım atsam da, hətta belə bir şey var ki, bəzilərinizdə belə düşünür ki, mən addım atsam da o istəməsə xeyri yoxdur. Bu fikirlər də var. Gəl baxaq. Nəticə etibarilə nəhayət ki, yəni oturub qərar verib, özü addım atacaqmı? Barışıq üçün sənə addım atacaqmı? Fikrindəki insan barışmaq üçün 2 vaxt göstərir. Görək nə edəcək 2 vaxtda. Hazırda yenə də ölçür biçir. Fikrindəki insan barışmaq üçün addım atacaqmı sənə? Addım atacaqmı? Aciz görünməkdən qorxur, gücsüz görünməkdən qorxur. Bəlkə də 3-cü şəxslərdən, kimlərdənsə söz göndərə bilər və ya maraqlana bilər. Gəl belə baxaq, özü addım atacaqmı? Bərpa eləmək üçün münasibətinizi özü addım atacaqmı?
Amma 6 vaxt içində öz addım atacaq, yəni çox gözləyə bilməyəcək. 6 gün, 6 həftə, 6 tarixlərdə onun özündən addım gəlir, yəni görəndə ki, sən addım atmırsan, heç bir şəkildə başqa bir yolu qalmır. Yəni ilk başlanğıclarda bəlkə də yəni işarət eləyə bilər. Məsələn, danışmırsınızsa da, blokda deyilsə də story və tutaq ki, baxa bilər, statusla baxa bilər. Yəni mən buradayam, mən varam, mən artıq sənə diqqət göstərirəm. Görəndə ki, yenə də səndən heç bir reaksiya yoxdur, artıq özü addımı atacaq. Gəl baxaq, barışıq olacaqmı? Bu barışıq olacaqmı deyəndə o səndən asılı ola bilər bir şeydir. Əslində əgər o addım atacaqsa, yenə baxaq. Barışıq olacaqmı? Barışıq da çıxır. Mən sənə deyim ki, yəni şans verəcəksən əslində, ola bilsin ona. Əksəriyyətiniz verəcəksiniz. Burada ancaq bir 9-10% var ki, deyir ki, lazım deyil, artıq davam eləyə bilmirəm. Amma geri qalanları baxın, burada şans verəcək. Yenə də deyirəm, kollektiv açılımdır deyə hamıya uyğun olmaya bilər. Əgər 70% sənə uyğundursa, 80% sənə uyğundursa, demək ki, bu sənin açılımındır. Çünki barışıq səndən asılı olacaq. Gəl belə baxaq. Sən barışmaq istəsən, barışıq olacaqmı? Belə baxaq. Sən barışmaq istəsən, barışıq olacaq. Əvvəl sözlü deyəcəksən, nə bilim, mübarizən var, hansısa bir son sözün var və yaxud da ki, nəysə bir sözlü demək istəyirsən ki, belə oldu, belə oldu, belə oldu, şərtim budur, bu budur. Yəni ondan sonra mı artıq yəni barışıq olmağı mümkündür, amma burada daha çox yəni sən istəməyə də bilərsən. Artıq özün bax. Aldım, qəbul edim, yaz ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.